Yağışlı günlərin birində ayağımız dizə qədər suya batanda istər-istəməz yadıma tarixin tozlu, amma quru səhifələri düşdü. Sən demə min illər əvvəl yaşayan o geridə qalmış dediyimiz əcdadlarımız yağış suyu və tullantıların axıdılması üçün saxsı borular düzəldib kanalizasiya sistemləri qurublar. Amma indi dünya Marsa su axtarmağa gedəndə biz hələ də küçənin ortasında balıqçılıq öyrənirik. Bu gün sözləndə sənə yağış yağanda Bakının özünü məşhur Venesiya kimi aparmağından danışıram. Ay cəmaət, gözünüz aydın olsun. Yenə rəhmət yağışı başımızın üstünə aldı. Deyəsən göylər bizim Bakı küçələrinin quru qalmasına dözə bilmir. Axı necə dözsün? Bizim şəhər gərək həmişə təmiz olsun, yuyulsun, lap dənizə dönsün. Deyirdiniz Xəzər quruyur, bu da sənə ikinci dəniz. Nəyə pisdir ki? Keçən gün Nizami küçəsində, əşi Tarqovunu deyirəm də, əlimdə çətir yox, dizə qədər suyun içində yadıma qədim tarixlər düşdü. Fikirləşdim ki, görəsən bu kanalizasiya deyilən şeyin icadı kimin ağlına gəlib? Vallah, kitabları vərəqlədikcə adamın matı qutu quruyur. Sən demə təqribən 4000 il əvvəl Hindistanda Mohenjo-daro və Harappa deyilən ərazilərdə adamlar kanalizasiya düzəldiblərmiş. Hələ biraz da geriyə getsək, adamlar düz bundan 6000 il əvvəl Mesopotamiyada tullantıları, yağış sularını axıtmaq üçün saxsı borular çəkiblər. O vaxtın bisavad adamları evlərindən çirkli suları saxsı borularla axıdıb şəhərdən kənara atırmışlar. Hər evin öz quyusu, öz hamamı, öz borusu varmış. Baxırsan o qədim kərpiclərə, adamın həsəd aparmağı gəlir. Sonra gəlirik qədim Romaya. O kafir Romalılar da yaman təmizkar olublar. Lucius Tarquinius Priscus adlı bir hökmdar çıxıb deyib ki, cəmaət poxpisi içində batmasın. Götürüb Cloaca Maxima, yəni böyük kanalizasiyanı tikdirib. Təsəvvür edin, eramızdan əvvəl 6-cı əsrdə. O vaxtlar Romalılar o qədər irəli gediblər ki, hətta yağış sularını da bu kanallara yönəldib Tiber çayına axıdıblar. İndi bizimkilərə baxanda adam xəcalət çəkir. O Romalıların tikdiyi daşlar hələ də yerində durur. Amma bizim keçən il salınan asfaltımız bu il suyun üzündə gəmçilik oynayır. Biraz da tarixdə qabağa gedək. Görək Avropa nə edib. Orta əsrlərdə firənglər biraz bizim indiki halımıza oxşayıblar. Pəncərədən nə gəldi çölə atırmışlar. Amma sonra ağılları başlarına gəlib. Victor Hugo səfirlərdə Parisin kanalizasiyasını elə tərifləyib ki, elə bir saraydı. 1858-ci ildə Londonda böyük üfunət hadisəsi olandan sonra Joseph Bazalgette adında bir mühəndis çıxıb ortaya. Kişi oturub fikirləşib, çəkib pozu və Londonun altını borularla hörümçək toru kimi hörüb. O vaxtdan bəri İngilisin ayağı suya dəymir. Yaxşı, bəs biz? Bizim Bakıya da vaxtı ilə William Hirline Lindy gəlib. Şollar suyunu çəkib. Kişi deyib ki, ay ağalar, gəlin bunun kanalizasiyasında düzəldək. Suyu gətirən kimi axıtmaq da lazımdır. Amma bizimkilər yəqin düşünüblər ki, suyu gətirmək savabdır, axıtmaqsa israfçılıq. Ona görə də bugün Bakıda yağış yağanda küçələrimizdə maşınlar üzür, piyadalar isə akrobatlıq edir. Belə yağışlı havada o dəqiqə ağlımıza xəngəl yemək gəlir. Tez dost danışa yazıb görüş təyin edirik ki, axşam işdən sonra gedək yeyib içək. Bəh, təki hər gün məclis olsun. İslanmışın yağışdan nə qorxusu. Bəzi məmurlarımız isə hər dəfə yağış yağanda elə təəccüblənirlər ki, sanki bu təbiət hadisəsi dünyada ilk dəfə baş verir. Deyirlər, normadan artıq yağıntı düşdü. Kanalizasiya qapaqlarımız da elə bir gizli xəzinə qapaqlardır. Yağış yağanda tapmaq olmur. Bəzən də elə olur ki, su yuxarıdan aşağı yox, aşağıdan yuxarı fışqırır. Olur fəvvarələr meydanı. Dünya inkişaf edir, insanlar Marsa su axtarmağa gedir. Biz isə Bakının mərkəzində suyu tapırıq, amma onu yox edə bilmirik. Danışdıqca ağlıma gəlir ki, bəlkə də bizim strategiyamız başqadır. Bəlkə biz qlobal su probleminə hazırlaşırıq. Fikirləşirik ki, küçədə suyumuz çox olsa, biz susuzluqdan ölməliyik. Əşi, bunu da səhv başa düşmüşük. Eybi yox, ürəyimizi sıxmayaq. Əsas odur ki, binalarımız hündürdür, şüşələri parıldayır. Yerin altı kimə lazımdır ki? Onsuz da gec-tez hamımız ora gedəcəyik. Əziz Bakılılar və şəhərimizin qonaqları, rezin çəkmələrinizi geyinin, qayıqlarınızı hazırlayın. Çünki proqnoz yenə yağış göstərir. Hələlik isə sağ olun, salamat qalın. Suyunuz bol, ayağınız quru olsun. Əgər bacarsaz. Sözlənilən layihənin veb-saytından və Ko-fi platformasından dəstək olanlara, onların adlarını vurğulamaqla
Təşəkkür edirəm.